Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox asan toxunan bir naxışdır, ancaq tərs düz ilməklərdir. Başqa burada heç bir iş yoxdur. Bunu da papağa, jiletə, jaketə, sivitrə, nəyə istəsəz toxuya bilərsiniz. Mən burada rezinka toxumamışam, hər iki üzdən tərs toxumuşam. İlməklər də altı yığıram milimin üstünə. Mən indi burada 3 dənə belə 3 naxışı istəyirəm göstərim. Burada da 5, 6, 3 dənə 6, 18, 19, 20, 21, 22, 23. 2 ilmək kənardan 90 bəs eləyir. Belə 18, burada 20 ilmək gələcəm milimin üstünə. Belə bir sapımı götürürəm. Sapımdakı elə 350 metrəlik sapdır, 100 qramlıq. Kim istəyər, ürəyi istəyən biraz qalın sapda götürər. Biraz böyük toxumaq istəsəz, böyük 6 artırırsınız ilməkləri. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 ilmək götürürəm. 20 ilmək bəs eləyir. Düyün atıram ki, açılmasın. Buradan da artıq sapı da kəsirəm. İndi rezinka toxuyan deyiləm. Bir sıra tərs toxuyuram bu üzdən. Düz üzüdür bura. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də yeni bir sıra tərs toxuyuram. Burada düz üzüdür. Düz üzdən buradan tərs ilməkləri toxuyuram. Dörd ilmək toxudum kənardan. Sonra buradan bir ilməyin bu altdan, içindən yox, altdakı ilməkdən götürürəm. Bir ilmək çıxardıb keçirdirəm ilə. Bu ikisini bir yerdə düz toxuyuram. Sonra bu aradakı ilməkləri 5 ilmək eləmişəm. 3, 4, 5 ilmək. Yenə də bu ilmənin burada dibindən yox, belə altındakı ilməkdən bir ilmək çıxardıb keçirdirəm ilə. Sonra bu ilməni ikisini bir yerdə düz toxuyuram.
Yenə də 5 ilmək. 1, 2, 3, 4, 5 ilmək. Bu ilməni yenə də altdan götürdüm, keçirdim belə. Sonra bu ikisini bir yerdə, ikisinin içindən bir ilmək çıxardıram. Kənardakiləri də yenə tərs toxuyuram. Tərs üzdən yenə tərsləri tərs, düzləri də düz toxuyuram. Kənarı götürdüm. Bu ikisini düz toxudum. Bu ilməni tərs toxuyuram. Yenə bu aradakı ilməkləri, 5 ilməyi, bunlar tərs üzdən düz olur. Düz toxuyuram. Bu bir ilməni, o birisi üzdən düz olan, bu üzdən tərsdir. Beş düz, bir tərs. Arada belə olur. Kənarlarda neçə istəsəz saxlaya bilərsiniz. Ortalarda 5-5'dir. Yenə kənarı götürdük. Tərs toxuyuram bunları. Bu düz ilməni yenə dibindən yox, onu altdakı boşluqdan çıxardıram, keçirdirəm belə. Sonra ikisinin içindən bir ilmək çıxardıram. Qalan ortadakı ilməkləri, 5 ilməyi tərs toxuyuram. Burada yenə eyni şeyi təkrar edirik. Yenə kənardakiləri də tərs toxuyuram. Tərs üzdən yenə tərsləri tərs, düzləri də düz. Belə formada bir naxış alınır. Biraz çox toxuyandan sonra daha yaxşı seçilir bu formada. Bu da indi toxuduğum. Sağ olun. Gələn videomda görüşənə qədər.